Hər vaxtınız xeyir. 6 aprel imtahanda baş tutan biabırçılıqla bağlı bir video çəkmək istədim. Elə videoya belə başlamaq istəyirəm. Əgər müəllimlər təyin olunursa, imtahanda çox iştirak edən insanlar təyin olunursa və onlar üçün ayrıca suallar tərtib olunursa ki, hansı ki müəllimlər yeni sualları görməsinlər, onda belə çıxır ki, bunkerdə əyləşən şəxslər müəyyən digər şəxslər üçün də özlərinin tərtib etdiyi sualları onlara təqdim edə bilərlər. Onda belə çıxır ki, həmin bunkerdə əyləşən müəllimlər DİM-in gördüyü işləri sual altına qoyurlar. DİM-in şəffaf gedən proseslərini insanlarda, ictimaiyyətdə mənfi formada dəyişməyə çalışırlar. Bir tələbə fikirləşəcək ki, mənim müəllimimin sualları dəyişdirilirsə ki, o sualları görməsin, bizə izah etməsin, deməli, başqa bir X adlı şəxsin də sualları dəyişdirilib, həmin şəxs üçün rahat bir şərait yaradıla bilər. Düzdürmü? Əgər mənim başqasının sualları dəyişdirilirsə, mənə köhnə suallar verilirsə, mən köhnə imtahan suallarını əzbərləyib 100 bal yığa bilərəmsə, deməli, başqa bir şəxs üçün də bunu eləyə bilər o bunkerdəki insanlar. Burada iki ehtimal yaranır. Ya Məlikə xanımın tapşırığı ilə bu məsələ həll olunub, böyük ehtimalla ki, bu belə deyil. Çünki müəllimlərlə mübarizə aparmağın yolu bu deyil, bu qədər cılız deyil. Ya da bunkerdəki müəllimlər özbaşınalıq edərək, istədikləri formada müəllimləri narahat etmək üçün, müəllimlərə gözdağı vermək üçün belə bir cılız variant əl atıblar. Biz imtahan suallarını tələbələrimizlə bölüşməsək, tələbələrimiz o sualları görməsə, şəxsən öz adımdan danışıram, Süleymanlı Vüqar YouTube kanalında yeni tipli sualların izahlarını bölüşməsə, bu insanlar, bu tələbələr, minlərlə şəxs imtahanda həmin sualları necə həll edərsin? Niyə siz abituriyent imtahanında kitabçanı paylamalısınız? Abituriyent müəllimləri öz şagirdlərinə izah eləməlidir ki, belə bir sual tipi var, növbəti imtahanda yaza bilsinlər. Amma dövlət qulluğunda paylamamalısınız. Dövlət qulluqçuları xalq düşmənidir. Yoxsa dövlət qulluqçuları, belə deyək, bu ölkənin mənafeləri üçün çalışmır. Niyə bütün imtahanlarda kitabçalar tələbələrə paylansın, amma dövlət qulluğu imtahanında tələbələrdən gizlədilsin? Niyə müəllim girib imtahandakı səhv sualları görməsin? Şəxsən mənim demə müraciətlərimin sayı gözünüzün qabağındadır. Sosial şəbəkələrdə, Facebookda, YouTube'da, hər yerdə imtahanlardan sonra səhvləri ifşa edirəm. Mənim qarşımı kəsərək o müəyyən şəxslər istəmirlər ki, səhvləri ifşa olunsun. Və bu məsələni elə belə də bitəcəyini düşünürdülər, lakin belə bitməyəcək. Dövlət İmtahan Mərkəzinin məsul şəxsləri çıxıb deməlidir ki, bu səhvimizi boynumuza alırıq, bunu X və Y adlı şəxslər eləyib, onları işdən qovuruq və yaxud onlara şiddətli töhmət veririk. Sizdən üzrxahlıq eləyirik, haqqınıza girilib. Ya sizə ödənişinizi qaytarırıq, növbəti imtahanlarda belə hal bir də baş verməyəcək. Ya gəlin başqa bir bazar günü həmin imtahan suallarını bir daha işləyin. Biz nə edirik? Biz sizə düşmən deyilik ki, biz imtahan suallarının izahlarını tələbələrimizlə bölüşürük. Bunu pulla da eləmirik, YouTube'da açıq şəkildə. Biz onları bölüşməsək, tələbələr hardan baxsın, bilsin ki, imtahana nə düşür, gedib imtahanı yazsın. Onda belə çıxır ki, siz sualları bizdən gizlədin, dövlət qulluqçuları gəlsin, 1500 nəfər otursun. Siz istədiyiniz sualları salın, hamı kəsilsin, çıxsın. Və yaxud səhv olsun, heç kim o başa düşməsin. Tələbə o qədər bekardırmı ki, imtahanda sualları yazmaqla yanaşı səhvləri də ifşa eləsin. Axı tələbənin müəllim qədər səriştəsi yoxdur. Niyə bunlar nəzərə alınmır? Bir daha vurğulayıram, elədiyiniz bu hərəkətin altında başqa bir mesaj da var. Ki, yəni biz kimin üçün istəyiriksə imtahan sualını dəyişə bilərik. Bu biabırçılıqdır. Nə dünya standartına, nə qanunvericiliyə uyğun deyil. Necə olur 1500 nəfər imtahana girir, onun 20'si üçün başqa suallar tərtib olur? Nə bilək, bu proses əvvəllərdə baş verməyib. Bu suallarını düşünmək lazımdır. Diqqətiniz üçün sağ olun.